Dəyərli izləyicilər, Xırdalan şəhərində Köhnə bazara əsas prospekt mərkəzi yola çox yaxın, Tret yolun arxasında, Ana-bala uşaq parkının yaxınlığında 2 sot yarımın içində həyət evimiz satışa çıxıb. 5 otaqlıdır, şəxsi tikilidir. Geniş, böyük belə bir həyət var əziz dostlar. Rahatlıqla 2-3 maşın daxil ola bilər. Həyət görünüşünə biraz əl gəzdirmək lazımdır. İstəyə uyğun, şəxsi tikili həyət evidir. Uzun illər öncə bundan əvvəl tikilmiş bir həyət evidir əziz dostlar. Əla yerdə yerləşir. Geniş küçəsi var. Mərkəzi kanalizasiya sisteminə qoşulub və küçəsi asfaltlı, kupçalıdır. Ən əsası startı və qiymət 96.000 manat. Cüt daşla inşa olunub, üstü paket krişa, kürüsülüdür. Keçək evimizin təqdimatına, kupçalıdır. 96.000 manat startı qiymət təyin olunub. Endirim nəzərdə tutulub. Daxil olduqda geniş belə bir mətbəx hissəsi, metlaq olan hissələr isti döşəməli əziz dostlar. Burada da arxasında həyəti var. Qonşunun evindən məsafəlidir. Burada gördüyünüz, bax burada gördüyünüz daşdan istəsəniz bağlaya bilərsiniz həyətinizi. Daxil olduqda geniş, burada da belə bir dəhliz hissəsi. Metlaq olan hissələr bir daha qeyd edirəm, isti döşəməli. Geniş qonaq otağı. Əziz dostlar, geniş qonaq otağıdır. 4 yataq otağı, bir qonaq otağından ibarətdir. Burada birinci yataq otağı. İkinci yataq otağı. Tam izolyasiya olunub. Alçıpan və penoplasla izolyasiya olunub. Təmirlidir. Əla yerdədir. Evin isitmə sistemi kombidir əziz dostlar. Burada digər yataq otağı. Əla yerdə yerləşir. Köhnə bazara ərazi olaraq ən yaxın həyət evlərindən yerləşdiyi bir ərazidir əziz dostlar. Şəxsi tikilidir. Uzun illər bundan öncə inşa olunmuş bir həyət evidir. Burada isə digər yataq otağı. Bütün pəncərələrin qarşısı açıqdır və öz həyətinə baxır. Burada ümumi sanuzeli əziz dostlar. Təmirsizdir, amma kafel metlağı var. Ev sahibi tərəfindən hədiyyə olunacaq alan şəxsə. Burada isə sanitar qovşağı. 96.000 manat start qiymətdir əziz dostlar. Ətraflı nömrə ilə əlaqə saxlayın. Kupçalı da bir daha qeyd edirəm. Kondisioner də mövcuddur. Kombi sistemi ilə təchiz olunub. Bugünlük bu qədər. Kanalımıza abunə olmağı unutmayın.